Hər vaxtınız xeyir olsun. Tarix və Sənət layihəsi ilə qarşınızdayıq. Bugün toplu birinci hissədən Azərbaycanın 3-7-ci əsrlərdə mövzusu ilə qarşınızdayım. Birinci sual. Sasanilər dövründə olan əsas vergilər. Xaraq və Gezi Sasanilər dövründə həm Sasanilərdən ümumiyyətlə, həm də Azərbaycan əhalisindən alınan vergidir. Xaraq torpaq vergisi, Gezi isə can vergisidir. 2. Sasani imperiyası və Ərəb xilafəti dövründə mövcud olan şərti torpaq sahibliyi. Sasanilərin dövründə şərti torpaqlar xostaq, Ərəb xilafəti dövründə isə iqta adlanır. Ona görə də doğru cavab variant D. Üçüncü, Sasanilər dövründə Azərbaycanda piyadalar məxsus irsi torpaq. İrsi torpaq dastakirtdir. Ərəblərdə isə mülkdür. Burada cavab B variantıdır. Davam edirəm. Dördüncü sual. 6-cı əsrin ortalarında Albaniyanı idarə edirdi. Mərzbanlar. Baxın, Albaniya Sasani mərzbanları tərəfindən idarə edilirdi. Məlum məsələ, satraplar Əhəmənilər dövründədir, əmirlər isə Ərəb xəlifəliyi dövründədir. Beşinci sual. Sasanilər tərəfindən hakimiyyətinə son qoyulan sülalə. Sasanilər belə deyək, Parfiyanın Arşakilər sülaləsini hakimiyyətdən deviriblər, amma burada diqqət etməliyik ki, həmin Sasanilər dövlət deyildi, sadəcə sülalə idi. 6-cı sual. Məzdəkilər hərəkatına aiddir. Xeyrin şər üzərində qələbəsinin mümkünlüyünü inkar etmək, əksinə onlar buna inanırdılar. Xürrəmlərin ideya davamçıları hesab edilmək, əksinə Xürrəmlər məzdəkilərin ideya davamçısıydı. 5-ci əsrin 80-ci illərində başlamaq bu doğrudur. 481-529-cu illərə haqq edir. 6-cı sualda cavab C variantıdır. 7. Məzdəkilər hərəkatına aiddir. Əmlak bərabərsizliyi yaratmaq ideyasının irəli sürülməsi. Bəli, elə budur. Əmlak bərabərsizliyi yaratmaq istəyirdilər. 8. Birinci Qubadın məzdəkiləri himayə etməkdə məqsədi, şifahi olaraq deyirəm, belə deyək də, iri feodalların mərkəzi hakimiyyətə qarşı çıxışlarının qarşısını almaq idi. Bu da variantlardan sadəcə B-yə uyğun gəlir. Keçirik 9-cu suala. Daha əvvəl olub. Bələncər döyüşü 643 və yaxud da 653, indi burada hansına söhbət gedirsə, məzdəkilərin başlaması 481, Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması 705, Amid döyüşü 359, Hizirav 371. Təbii ki, bu illərin içərisində ən birinci Amid döyüşü olub 359-cu ildə. 10. Daha əvvəl baş vermişdi. İskəndərin Əhəməni imperiyasına yürüşü əsasən 334-cü ildən etibarən başlayıb. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulmaq 705, Əhəməni dövlətinin süqutu 330, alan tayfaların Albaniya yürüşü eramızın 70-74-ü, Atropatena dövlətinin yaranması isə eradan əvvəl 321. Elə burada doğru cavab daha əvvəl baş verdiyinə görə A variantıdır. İskəndərin Əhəmənilərə hücumu. 11-ci sual. 3-cü əsrin birinci yarısında Atropatena Albaniyadan fərqli olaraq. Baxın, Atropatena Sasanilərin tərkibinə qatıldı birinci yarıda 227-ci ildə. Amma Albaniya 262-də qatılıb. Ona görə də birincidən fərqli olaraq ikincidə Sasanilərin tərkibinə qatılmışdı. Lakin burada ona fikir verməliyik ki, Atropatena ərazi vahidi kimi qatılıb. Dövlət olaraq yox. Çünki dövlət olaraq eramızın 20-ci əsrində, 20-ci ilində üzr istəyirəm, Atropatenanın varlığına son qoyulmuşdu. Parfiyanın Arşakilər tərəfindən. 12-ci sual. Atropatena və Albaniyanın 3-cü əsr tarixinə aid oxşarlıq Sasani dövləti tərəfindən işğal edilməsi ilə A variantı doğrudur. 13. 8-ci əsrin əvvəllərində Albaniyanın daxili müstəqilliyi ləğv edildi. Təbii ki, ərəblər tərəfindən ləğv edilib 705-ci ildə. Burada da doğru cavab Y variantı. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması nəticəsində özdə kim tərəfindən? Ərəblər tərəfindən. 705-də də Əməvilər sülaləsi hakimiyyətdə idi. 14-cü sual. Aguen kilsə məclisinə, ümumiyyətlə Aguen məclisinə aiddir. 488-ci ilə aiddir Aguen kilsə məclisi. Xristian dininə aid qanunlar qəbul edilib, doğru. 3-cü Vaçaqan Albaniyada hakimiyyətə tam sahib oldu. Yəni, əksinə, bu ondan əvvəl baş verən hadisədir. Müstəqil Alban kilsəsinin dayaqları möhkəmləndirildi. Bəli, 1 ilə 3 burada doğrudur. Bütpərəstlik o, xristiyanlıq haqqında qanun idi. 1-3 Y variantı. 15. Məzdəkilər təliminin əsas məqsədi dünya nemətlərindən imtina etmək yox, bərabər bölüşdürmək idi. Ədalətli cəmiyyət qurmaq, bəli, insanlar arasında əmlak bərabərliyi yaratmaq. B variantı doğrudur. 16.
Sasani dövlətinin Bizansla 629-cu ildə bağladığı müqaviləyə görə, deməli, həmin müqavilələri ilk öncə xatırlayaq. Əvvəlcə deyək, 532-ci ildə müqavilə imzalanıb, Sasani-Bizans 591-də imzalanıb və 624-628-ci illəri əhatə edən müharibənin nəticəsi olaraq 629-da imzalanıb və həmin müqavilələrə görə Albaniya Sasanilərin tərkibində saxlanılıb. 16-da variant A-dır. 17. Albaniya Bizira vuruşmasında itirdiyi torpaqları geri qaytardı. Hansı hadisədən sonra? Təbii ki, Roma və Sasanilər arasında bağlanmış 387-ci il sülhünə əsasən 18, yəni bu adı cavab, uyğunluq gözlənilmişdir. Baxırıq, Cavanşirin hakimiyyəti dövründə Albaniya daxili müstəqilliyini qoruyub saxlaya bilmişdir. Bəli, elə 18-də A doğru variantdır. 19. Atropatena Bizansın hakimiyyəti altında qaldı. 629-cu il müqavilə yox. Burada Sasanilərin tərkibində saxlanıldıq. Şirvan hökmdarı Şəhriyar Lassüq müqaviləsi bağladı. Xəzərlər yox, ərəblər. Atropatena Sasanilər dövlətinin tərkibinə qatıldı 3-cü əsrin 2-ci rübündə. Bəli, 227-ci il 3-cü rübə düşür. 19-da cavab C variantıdır. 20. 7-ci əsrin sonlarında Albaniyada hakimiyyətə gəldi. 7-ci əsrin sonlarında yox, demək olar ki, ortalarında hakimiyyətə gəlib. Ona görə A səhvdir. 4-cü əsrin sonlarında Albaniyanı idarə edib Sasani mərzbanları. Xeyr, bu da səhvdir. 4-cü əsrin sonlarında deyil belə bir hadisə. C variantı. Albaniya 3-cü əsrin 2-ci yarısında daxil edilmişdir Sasani dövlətinin tərkibinə. Bəli, 262-ci ildə. Davam edirik. 21. 5-ci əsrdə Albaniyaya hücum etmişdi. Albaniya, bax, həmin 5-ci əsrdə Haylandı Hunları 462-ci ildə hücum etmişdi. Bax, bu doğru cavabdır. 22. 3-cü əsrin 20-ci illərində Albaniya Atropatenadan fərqli olaraq öz müstəqilliyini qoruyub saxlamışdı. Baxaq, görək hansına uyğundur. Elə 22-də Y variantı. Daxili müstəqilliyini qoruyub saxlamışdı. Çünki Atropatena eramızın 20-ci ilində daxili müstəqilliyini itirmişdi. 23. Atropatenanın 3-cü əsrin 20-ci illəri, Albaniyanın 3-cü əsrin 60-cı illəri. Oxşarlıq təbii ki, Sasanilərin tərkibinə daxil edilmək. 23 C-dir. 24. Zirav döyüşünün nəticəsi 371-ci ildə baş verib. Burada deməli Zirav döyüşündə Sasani Roma qoşunları qarşılaşıb və Roma Sasanilər üzərində qələbə qazanıb. Doğru cavab B variantıdır. 25. Məzdəkilər dinc yolla ədalətli cəmiyyətin qurulmasına inanırdılar. Dinc yolla inanmadılar. Bunlar xeyrin şər üzərində qələbəsinin mübarizə yolu olacağına inanırdılar. Amma bu mübarizənin sonunda xeyrin şər üzərində qələbəsinə inanırdılar. Variant D. 26. Albaniya və Sasani dövlətləri üçün ümumi cəhət. Qəbələnin paytaxt şəhər olması bu uyğun cəhət deyil. Eyni əsrdə mövcudluğu varlıqlarına son qoyulmaq aid deyil. Ərəblər tərəfindən düzdür. Süquta, hər ikisi də ərəblər tərəfindən süquta uğradılıb. C variantı doğru cavabdır. 27. Nəqş-i Rüstəmdəki məbədin divarındakı yazı sübut edir. Nəyi? Albaniyanın 262-ci ildə Sasani dövlətinin tərkibinə daxil olmasına. 27 C. 28. Sasani şahı 2-ci Yezdəgirdin ölümündən sonra 2-ci Baçi Albaniyanın daxili siyasətində dəyişiklik edərək nədir? Belə deyək, atəşpərəstlikdən imtina etdi. 28-də Y. Başladığı artıq mübarizəyə. Niyə görə Yezdəgirdə qarşı mübarizə aparmadı? Çünki onun doğmaca dayısı idi. 29. Albaniya hökmdarı 3-cü Mömin Baçadanın dini siyasətinin mahiyyəti. Dini siyasətinin mahiyyəti elə A variantıdır. Xristianlıq dininin fəal təbliği və ona aid qanunlar. Bayaq da testdə qeyd etdik. ABN Kilsə Məclisi 488. 30-cu sual. 387-ci ildə imzalanmış Sasani-Roma sülh müqaviləsinə əsasən Albaniyanın geri qaytardığı vilayətlər hansılardır? Hansı ki, Diziravda itirdiyimiz ərazilər, Uti, Sakaşen, Girdiman və Kod. Burada testdə xəritələrə baxsaq, doğru cavab 4-lə 5-dir. 4-5 doğru cavabdır. Növbəti sual. Bunlar əsasən xəritələr üzərindədir. Yenə də, bax, bu testdə də 31-də isə doğru cavab 1-lə 4-dür. Yenə də 1-lə 4-dür. Davam edirik. Zirav döyüşündən sonra Albaniyanın itirdiyi ərazi bu dəfə də 4-dür. Baxın, burada artıq bir işarələnməyib, sadəcə 4-dür. 33. Zirav döyüşündən sonra Albaniyanın itirdiyi vilayət 1-dir. 33-də isə cavab Y variantıdır.
34-cü sual. Məzdəkilər ədalətli cəmiyyətin qurulmasını mübarizə yerinə mümkün hesab ediblər, mübarizə yoluyla. 34B-dir. Dinc yolla manilər hesab ediblər. 35-ci sual. Albaniyanın Sasani dövlətinin tərkibinə daxil edilməsindən 35 il əvvəl. Deməli, 262-dən 35-ini çıxmalıyıq. Bu da cavab olur elə 227 alınır Atropatenanın Sasani dövlətinin tərkibinə daxil edilməsi. 36-cı sual. Arşaki sülaləsinin son nümayəndəsi olub və xristianlığı fəal təbliğ edib, aiddir 3-cü mömin Qaçaqana, Y variantı. 37. Haylanda Hunlarına qarşı mübarizə, parmaq ateşpərəstliyindən imtina etmək. Bunlar 2-ci Vaçenin hakimiyyəti dövrünə aiddir. Həqiqətən də qəbullarda ən çox salınan suallar 2-ci Vaçedən olur Sasani dövründə adətən. 38. Mehranilər sülaləsinin hakimiyyəti dövründə baş vermişdir. Yəni 629-dan ta ki 705-ci ilə qədər ərəblərin Azərbaycana yürüşlər. Bəli, elə 38-də cavab A-dır. 39. Mehranilər sülaləsinin hakimiyyəti dövründə baş vermişdir. İkinci Həştadsər döyüşü xeyr, həmin dövrdə Albaniya yoxdur. Sasani dövləti yaranması yoxdur. Xürrəmlər hərəkatının yatırılması yoxdur. Kadisiya döyüşü, bəli, Kadisiya döyüşü aiddir. 638-ci il, 637-ci il. 40-cı sual. Eyni əsrə aiddir. Təbii ki, Ahmed və Dizirav döyüşləri 1-3 variant B 359-371. 41-ci sual. Atropatena və Albaniyanın 3-cü əsr tarixinə aid oxşarlıq Sasanilər tərəfindən işğal edilmək. 41-də D variant. 42. Azərbaycanın erkən orta əsrlər tarixinə aiddir. Məsələn, Atropatilər xeyr, artıq hakimiyyətdə yoxdur. Feodal torpaq sahibliyinin formalaşması. Bəli, feodalizm dövrü də axır. Beləcə, feodal torpaq sahibliyi də formalaşdı. Variant B-dir burada. 43. 4-cü əsrin əvvəllərində Albaniya Atropatenadan fərqli olaraq daxili müstəqilliyini qoruyub saxlamışdı yoldaşlar. Burada doğru cavab D variantıdır. Hansı ki, Atropatenanın daxili müstəqilliyinə biz dərsin əvvəlində də qeyd elədim testlərdə eramızın 20-ci ilində Parfiya tərəfindən son qoyulub. 44. 5-ci əsrin sonlarında Albaniya Atropatenadan fərqli olaraq artıq Albaniyada xristianlıq belə deyəndə dövlət səviyyəsində bəli təbliğ edilməyə başlayıb 488-ci ildə. Niyə görə Atropatenandan fərqli deyil? Çünki Atropatenada bir dövlət kimi xristianlıq dini mövcud olmayıb. Onlar da sadəcə Zərdüştlük dini hökmranlıq etmişdir. 45-ci sual. Azərbaycanda Sasani dövlət dövründə cezid, Ərəb xilafəti dövründə cizyə, bunun can vergisidir yoldaşlar. Burada da can vergisi A variantına uyğundur. 46. Dizirav və Kadisiya döyüşünün oxşar cəhəti Sasani və Roma arasında baş verməsidir. Diziravda, üzr istəyirəm, Dizirav, Sasani və Roma, Kadisiya isə Ərəblər və Sasanilər arasında baş verib, hər ikisində də Sasanilər məğlub olub. Ona görə də doğru cavab burada. Baxaq. Belə bir cavab yoxdur, amma Alban qoşunlarının iştirakı da bunların oxşar cəhətidir. Ona görə də 46-da cavab D variantıdır. Amma oxşarlıq kimi ilə hər ikisində Sasanilər məğlub olmuşdur. 47. Amid və Dizirav döyüşlərinin oxşarlığı bu döyüşlərin hər ikisində Albanlar iştirak etmişdir. Həmçinin Amiddə Romalılar məğlub olub, amma Dizirav döyüşündə isə qalib gəlir. Amma burada cavab təbii ki, Albanların Sasanilərin müttəfiqi kimi iştirak etməsidir. 47-də cavab C variantıdır. 48. 7-ci əsrin 50-ci illərinə aiddir. 7-ci əsrin 50-ci illərində baxaq görək hansı hadisələr olub. Müsafirin başçılığı ilə üsyan 648-də başlayıb. 3-cü mömin Qaçaqanın xristianlığı yaymağa başlaması. Bunlar 488-ci ilə götürə bilərik. Babək 816-da rəhbərlik edib. Xürrəmlər ərəblər üzərində ilk qələbəni 816-da qazanıblar. Cavanşirin, bəli, 654. Deməli, 7-ci əsrin 50-ci illərinə düşür. Cavanşirin Bizans İmperatoru 2-ci Konstantinlə görüşü, bu da 654-cü ildir. Doğru cavab Y. 49. 7-ci əsrin 60-cı illərinə aiddir. Bax, necə ki, 50-ci illərdə getdi Bizans İmperatoru ilə görüşdü. 60-cı illərdə isə getdi Xəlifə Muaviyyə ilə görüşdü. 667-də, 670-ci illərdə. Niyə görə? Gördü ki, Bizans ona lazımi dəyəri vermir, köməklik göstərmir. O da ərəb xilafəti ilə danışıqlar etməyə məcbur oldu. 50. Göstərilənlər hansı döyüşün nəticəsidir?
Alban hökmdarının müttəfiq olduğu Sasani qoşunları məğlub oldu, Utis, Akaşengir, Mankuç vilayətləri itirildi. Təbii ki, Diziravdan söhbət gedir, A variantı. 51. Daha əvvəl olmuşdu. Ağoyan kilsə məclisi 488, Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması Albaniyada aiddir 510, Urnayrın Albaniyanın müstəqilliyini qorumaq uğrunda mübarizə aparması 313, 371-ə qədər bu hakimiyyətdə olub. Bu variantı Atropatenanın Sasanilər dövlətinin tərkibinə qatılması 227, Cərmədan döyüşü 643. İndi bunların içərisində təbii ki, ən birinci 227 Atropatenanın daxil olmasıdır. 52. Daha əvvəl olmuşdu. Yenə də eyni sıralamadır. Xəzər xaqanının ordusunun Albaniya arasına yürüşü. Xaqanlıq dediyinə görə biz burada artıq 662-ni deməliyik. Niyə görə? Çünki 629-630-da Xəzər xaqanlığı yaranmamışdı. Ona görə də 662-ni götürürəm. Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi 629, Albaniyanın Sasanilərdən ilk dəfə asılı hala düşməsi təbii ki 262. Elə burada doğru cavab C-dir. Çünki digərlərinə baxın. Cavanşirin müstəqilliyi uğrunda mübarizə aparması bu təbii ki 7-ci əsrdir. Kadiyası döyüşü də 7-ci əsrdir. 53-cü sual. Dizirav döyüşü olub. 471 elə bizdən uyğunluq pozulmuşdur soruşur. Elə 53-də cavab A variantıdır. Çünki 371-də baş verib döyüş. 54-cü sual. Vəzdəkilər hərəkatı başlamışdı 5-ci əsrin 80-ci illərində doğru. Ağoyan kilsə məclis çağırıb 5-ci əsrin ikinci yarısında doğru. Albaniyada Mehranlərin hakimiyyət dövrü başlayıb 40-cı illərdə bax bu səhvdir. 54-də C səhvdir və buna görə doğru cavabdır. Çünki 20-ci illərdə başlayıb. 55. Urnayrın hakimiyyəti dövrü üçün səciyyəvi idi. Urnayer belə deyək. 313-cü ildən 371-ci ilə qədər hakimiyyətdə olub və həmin qeyd elədiyimiz Amid və Dizirav döyüşlərində iştirak edib Romaya qarşı. Buna görə də Sasani Roma. Biz burada Bizans deyə bilmərik, çünki 395-ci ildən sonra biz artıq Bizansın adını çəkildikdə bu dövrdə Bizans yoxdur. Ona görə də cavab Y variantıdır. 56. Uyğunluq gözlənilmişdi. Eradan əvvəl 8-ci əsrdə Manna hökmdarı olmuşdu. Aşeri səhvdir. Atropatenanın müstəqilliyinə son qoyub Midiya səhvdir. Assuriya dövlətinin hərbi yürüşünə məruz qalıb Albaniya səhvdir. 7-ci əsrdə Albaniya hökmdarı olub Cavanşir doğrudur. Variant D variantı. 57. Uyğunluq pozulmuşdur. Uyğunluq gözlənilmişdir, üzr istəyirəm. 57-də uyğunluq gözlənilmişdir. 5-ci əsrdə Atropatena hərbi yürüşünə məruz qalıb ərəblərin xeyir. Yəni belə bir şey yoxdur. 7-ci əsrdə Albaniya dövləti mübarizə aparmışlıq Xəzərlərə qarşı doğrudur. Ona görə də cavab B variantı 662-664-cü illəri məsələn misal göstərə bilərik. 58-ci sual. Uyğunluq pozulmuşdur. Yenə də uyğunluq pozulmuşdur. Bizdən soruşur. Atropatena uzun müddət daxili müstəqilliyini qoruyub saxlayıb Sasanilərin hakimiyyəti dövründə. Xeyr. Albaniyanın, Atropatenanın daxili müstəqilliyi həmin dövrdə yox idi. Ərazi vahidi kimi birləşmişdi Sasani dövlətinə. Elə doğru cavab burada A variantıdır. 59. Albaniyanın 7-ci əsrin ortaları tarixi üçün səciyyəvidir. Albaniyanın 7-ci əsrin ortaları baxaq. Sabiq türklərin ölkədə məskunlaşmağa başlaması ortalarına aid deyil. Cavanşirin ölkənin daxili müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə aparması. Bax, elə doğru cavab budur. Hansı ki, dediyi 654-də getdi Bizans imperatoru Konstantinlə görüşə. Baxın, düşür də 7-ci əsrin ortaları. 60-cı sual. Albaniyanın 7-ci əsrinin ortaları üçün səciyyəvi cəhət. Cavanşirin ölkə daxilində iqtisadiyyatın dirçəlməsi, sənətkarlıq və ticarətin inkişafı üçün tədbirlər görməsi ilə doğru cavab A variantıdır. 61-ci sual. Eradan əvvəl, yox. 4-cü əsrdən fərqli olaraq 6-cı əsrin ortaları Albaniya tarixinə aiddir. A variantı, ölkə Sasani mərzbanları tərəfindən idarə edilirdi. Bəli, bu doğru cavabdır. Sasani mərzbanları tərəfindən idarə edilmə o deməkdir ki, ümumiyyətlə Albaniyada 2 dəfə mərzbanlıq dövrü olub. Biri kiçik müddətlik mərzbanlıqdır. Bu 463-cü ildən 487-ci ilə qədər davam edib. İkinci isə uzun müddətli mərzbanlıq dövrüdür, hansı ki 488-ci, daha doğrusu 488-dən 510-a qədər 3-cü Mömin Paşaxanın hakimiyyət illəridir.
Başçıdan hakimiyyətdən getdikdən sonra 510-629-cu illərdə isə uzun müddətli məzbanlıq dövrüydü. Yəni, fərqli cəhət budur. A variantı. 62. Alban hökmdarı Urnayrın hakimiyyət dövrü üçün xarakterlikdir. Urnayr dediyimiz kimi Roma ilə mübarizə aparıb. Variantlara baxırıq. B variantı Dizirav döyüşündə Sasanilərin tərəfindən döyüşməsi. Bəli, doğru cavabdır. 63. Albaniyanın 3-7-ci əsr tarixinə aid deyil. Gezid adlanan can bölgəsinin mövcud olması aiddir. Ölkə ərazisinin Slavyanların yürüşünə məruz qalması. Elə bax, budur cavab. Slavyanlar 3-7-ci əsrlərdə hücum etməyib bizə. Keçirik 64-cü suala. 7-ci əsrin 30-cu illərindən fərqli olaraq 60-cı illərin ikinci yarısında Albaniya dövləti üçün səciyyəvi idi. Səciyyəvi idi. Bax, burada nə götürə bilərik biz? Baxaq variantlara xilafət məsələsi. Bəli, baxın, 30-cu illərdə Albaniya xilafətə qarşı döyüşüb. Kadisiya və Ktisifon döyüşlərində. Amma 60-cı ildə isə görürsünüz, bayaq da dedik, 667-670-ci illərdə gedir xəlifə Muaviyə ilə görüşür. Yaxşı, deməli, diplomatik münasibətlər qurub. 64-də cavab C-dir. 65. Albaniya və Atropatenanın 6-cı əsrin ikinci yarısı tarixinə aid oxşarlıq nə ola bilər? Təbii ki, Sasanilərin tərkibində olması. Bu da variantlardan uyğun gəlir C variantına. Şimal canişinə bölgəyə daxil edilməli. Şimal Kustaklığına aid edilərdən. 66. Albaniya və Atropatenanın 6-cı əsrin İkinci yarısı tarixinə aid oxşarlıq A variantı Sasani mərzbanları tərəfindən idarə edilmək doğrudur. 510-629-cu il tarixində idarə ediliblər. 67. Uyğunluq pozulmuşdu. Sasani-Roma müharibələrində 2-ci Şapur müttəfiqi kimi iştirak edib Urnayr düzdür. Atropaten Sasani dövlətinin tərkibinə qatıldı. Sasani şahı 1-ci Şapur, Atropatenada Şapur deyildi. Atropatenada kim idi? Ərdəşir, Babəkan. 1-ci Şapur Albaniyadaydı. 68. Yəni Albaniyanın tabi edildiyi zaman idi. 68. Bəzdəkinin hərəkatını yatırmışdı Sasani şahı Xosrov Qubad. Məşhəli Kaspi tayfalarına mənsub idi. Mehranilər, Sabir türkləri idi Mehranilər. Girdiman vilayətində məskunlaşıb Türk məşhəli Sabir tayfalar. Bax elə, doğru cavabımız C variantı. Keçirik 69-a. Eradan əvvəl 3-cü əsrin, daha doğrusu 3-cü əsr Atropatena, 1-ci əsrin 3-cü yarısı Albaniya tarixinə aid oxşarlıqdır. Oxşarlıq nə ola bilər? Baxaq, Albanların yürüşünə məruz qalmaq xeyr. Makedoniya təbii ki, xeyr. Asılı vəziyyətə düşmək götürə bilərik. Niyə görə? Eradan əvvəl 223-cü ildə Antiyokdan asılı vəziyyətə düşüb Atropatena Selevkilərdən. Albaniya isə 3-cü əsrdə, yəni 262-də Sasanilərdən asılı vəziyyətə düşüb. Ona görə C-ni doğru cavab kimi götürməliyik. 70-ci sual. 1-ci əsr Atropatena və 3-cü əsr Albaniya tarixinə aid oxşar cəhət. Burada İradelilərin hücumuna məruz qalması doğru cavabdır. Bu da uyğun gəlir B variantı. Hansı ki 1-ci əsrdə Parfiya, 3-cü əsrdə Sasanilərin hücumundan söhbət gedir. 71. Alban hökmdarı Urnayrın hakimiyyəti dövrünə aiddir. Bax, burada da çox adam D-ni seçir. Amma Dizirav döyüşü 371 Urnayrın dövrüdür. Amma itirilən torpaqlar 387 olduğuna görə bu artıq Urnayrın dövrünə düşmür yoldaşlar. Amma Y variantına baxın. 2-ci Şapurun müttəfiqi kimi Sasani-Roma müharibəsində iştirak edib. Baxın, Urnayr çətin dövr deyil, sadəcə orada 2 məqam var, çaşdırılır. Bir daha vurğulayıram, bu məqam hansıdır? Bir, Bizans məsələsi, hansı ki bu dövrdə Bizans yoxdur, biz Bizans deyə bilmərik. Sasani-Roma müharibəsidir. Bir də 313-371 də bunun hakimiyyət edilər. Necə Diziravdan sonra itirən ərazini geri qaytarsın? 387-də olmuyor. Yaxşımı? Keçirik 72-ci suala. Alban hökmdarı Urnayrın fəaliyyəti üçün xarakterik idi. Yenə də eyni tipdə sualdır. Yenə də baxın, Y variantı. 2-ci Şapurla müttəfiq münasibətlərinin mövcudluğu doğru cavabdır, Y variantı. 73. Nəhəvat döyüşü baş verib 8-ci əsrin 40-cı illəri yox, 7-ci əsrin 40-cı illəri. Xürrəmilərin ilk çıxışı başlayıb, amma ümumiyyətlə Xürrəmilər Abbasilərə qarşı olub. Abbasilərə 778-də başlayıb. Kür sahilində döyüşdə Xəzərləri məğlub edib Alban hökmdarı Cavanşir. Bax, bu doğru cavabdır. 73-də cavab C variantıdır. Keçirik 74-də.
Albaniya dövlətinin 3-cü əsrin 60-cı illəri, fikir verin 260'lar nədən söhbət gedə bilər? Təbii ki, Sasanilərin təşkilinə qatılmaq C variantı. 75. Uyğunluq gözlənilir. Məzdəşilər hərəkatı yönəlib ərəb xilafətinin vergi sisteminə qarşı heç o dövrdə ərəb xilafəti mövcud deyildi. Albaniyada xristianlıq rəsmi din elan edildi 313. Bu da 3 yox, 4-cü əsrə düşür. Cavanşir Xəzərlərlə müharibə aparıb 8 yox, 7-ci əsrdə. Qəbələlər Albaniya dövlətinin paytaxtı olub Mehranilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra yox, hətta 5-ci əsrdən əvvəl. Y variantı Sasanilər Albaniyanı qəti şəkildə öz dövlətlərinin tərkibinə qatmışdı. Erkən orta əsrlərdə, bəli, 3-cü əsrdən etibarən 75-də cavab Y variantıdır. 76. Azərbaycanın erkən orta əsrlər tarixinə aid deyil. Alanların ilk görüşü 1-3-cü əsrlərdir. Əsas vergilərdən birinin gezit olması aiddir. İlə həbər 76-da cavab A variantıdır. Alanların ilk yürüyüşü 1-3-cü əsr. Bu da 72, məsələn 74-cü onların ən baskın yürüyüşləridir. Yəni elə A variantı aid olmayan variantdır. 77. Atropatenanın Sasani dövlətinin tərkibinə daxil edilməsindən 35 il sonra. Bax, bunu bayaq əslində biz etdik. Cavab Atropatena çıxdı, amma indi də əksini bizdən soruşur. Deməli, 222-nin üstünə gələcək 35, bu da edir 262. Doğru cavab Albaniyanın Sasani dövlətinin tərkibinə qatılması. B variantı. Növbəti sual. Uyğunluq pozulub. Haylandı bunları ilə mübarizə aparıb Vaçiyə doğrudur. Amid döyüşündə iştirak etdi. Urnayer doğru. Agüyün kilsə məclisi Nömün Vaçadan doğru. Bizrav döyüşündə Romalılara məğlub oldu. Sasani şahı 1-ci yox, 2-ci şahdır. Bax, ona görə də 78-də cavab D variantıdır. Keçirik 79-a. Uyğunluq pozulub. Atropatena Sasani dövlətinin tərkibinə qatıldı. Sasani şahı Ərdəşir Babəkər. Doğru. Bizrav döyüşündə 1-ci Qubad yox, 2-ci Şapur olub. Ona görə də 79-da variant B variantıdır. 80-ci sual. 80. Uyğunluq pozulub. Kuti Sakaşen, Kod və Girdiman vilayətləri itirildi. Alban hökmdarı 2-ci Vaçe yox. Kimin dövründə? Siz cavab verin. Təbii ki, Urnayrın dövründə. B var, yəni belə deyək də, bizdən səhvi soruşduğuna görə elə 80-də doğru cavab A variantıdır. Yaxşı mı? Çünki bizdən nəyi soruşur? Səhvi soruşur. Keçirik 81-ci suala. Uyğunluq pozulmuşdur. Sasani şahı 1-ci Şapurla siyasi mübarizə aparmışdı. Alban hökmdarı 1-ci Vaçe. 1-ci Şapur 1-ci Vaçe ilə mübarizə aparmıyor. 1-ci Şapur kiminlə mübarizə aparıb? Bizdən uyğunluq pozduğunu soruşur. Yox, A variantı doğru variantdır. Elə 1-ci Vaçe ilə mübarizə aparıb, ona görə biz bunu götürə bilməliyik. Albaniya Sasani dövlətinin tərkibinə qatdı. Sasani şahı 1-ci Şapur. Bu da doğrudur. Məzdəkilər hərəkatını yatırıb Sasani şahı 1-ci Qubad. Bu da doğrudur. Haylandı bunlarını Albanlara qarşı köməyə çağırıb Firuz. Bu da doğrudur. Amid döyüşündə vuruşub Vaçe. Xeyr, Amid döyüşündə Urnayer vuruşub. Doğru cavab Y variantıdır. Yəni burada Poznanı soruşur. 82. Uyğunluq pozulmuşdur. Albaniyanın bütün vilayətlərini birləşdirdi. Bəli, 1-ci Qoçaq Vaçadan. B variantı 4-cü əsrdə Sasani dövləti ilə müttəfiq olub Alban hökmdarı Urnayer. Doğru. Haylandı bunları ilə mübarizə aparıb 2-ci Vaçe. Doğru. Bizrav döyüşündə Bizans yox, Roma qoşunlarına məğlub olub. Ona görə də 82-də cavab D variantıdır. 83. Uyğunluq gözlənilmişdir. Atropatena Sasani dövlətinin tərkibinə qatılıb 3-cü əsrin ikinci yarısı səhv. Haylandı bunları ilə mübarizə aparıb 1-ci yox, 2-ci Vaçe. Sasani Roma müharibəsində 2-ci Şapurun müttəfiqi kimi iştirak edib Urnayer. C variantı doğru cavabdır. 84. Bizrav döyüşündə itirilən torpaqları geri qaytardı. Urnayer deyildi. Həmin dövrdə məzdəkiləri yatırıb 1-ci Xosrov yox, 1-ci Qubad. Amid döyüşündə Bizans qoşunlarını məğlub etdi. Sasani şahı 1-ci Şapur, xeyr, 2-ci Şapur. Bizim doğru olanı soruşur burada. D variantı Sasani şahı 3-cü Yezdəgirlə müttəfiqlik əlaqəsi saxlayırdı. Urnayer yox, 2-ci Vaçe. Y variantı Sasani şahı 1-ci Şapur, bəli, 1-ci Vaçe ilə mübarizə aparıb, hansı ki 262 Sasanilərin Albaniyanı tutması da həmin dövrə düşür. 85-ci sual. Qərbi Roma imperiyasının mövcudluğu dövrünə uyğun gəlir. Qərbi Roma imperiyası
hansı illər aralığında mövzu olub? Birinci bunu qeyd etməliyik. Deməli, təbii ki, 395-dən 476-cı ilə qədərki dövrdən söhbət gedir. Gəlin burada baş verən hadisələri sıralayaq. Məzdəkilərin yatırılması 481-529 aid deyil. Aquia Kilsə Məclisi aid deyil. 408 Amid döyüşü 359 aid deyil. Haylandur bunları deməli 463 aiddir. Çünki 476-ya qədərdir. Bəli, 85-də cavab D variantıdır. 86. Qərbi Roma İmperiyasının mövcudluğu dövrü yenə də eyni tipdə sualdır. Bu dəfə isə daha böyük doğru cavab nədir? Eyni. İkinci baş üzr istəyir. İkinci Vaçenin Haylandur bunları ilə mübarizə aparması. 86-da da cavab B variantıdır. 87. Uyğunluq pozulub. Kadisiya döyüşündə şücaətinə görə mükafatlandırılıb, Alban hökmdarı Cavanşir. Bax elə bu yanlış cavab yoldaşlar. Çünki həmin dövrdə Cavanşir hökmdar olmayıb, sərkərdə olub. 87 A-dır. 88. Cərmidan döyüşü baş verib 8 yox 7-ci əsrin 40-cı illəri. 7-ci əsrin 60-cı illərində Xəzər xaqanı ilə sülh imzalayıb Alban hökmdarı Cavanşir. Doğru cavabdır. 88-də cavab B variantıdır. Keçirik 89-a. Arşakilərin Albaniyada hakimiyyətdə olduğu dövrə aiddir. Arşakilər 600, daha doğrusu, deməli 3-cü əsrdən etibarən hakimiyyətdə olublar. Davam edib bu proses 510-cu ilə qədər. Həmin dövrdə də bu baş verən hadisələrdən Avropa Hun dövlətinin yaranması biz bunu aid edə bilərik. 370-ci illər uyğundur. 90-cı sual 6-cı əsrə aiddir. Baxın 90-cı sual. Sasani Şahın 1-ci Xosrovun islahatları bəli 532-ci ildən etibarən hakimiyyətdə olub, biri aid edə bilərik. 2-ci Vaçe hakimiyyətdə olub 5-ci əsrdə aid deyil. Albaniya Arşakilər tərəfindən Arşaki hakimiyyətinə son qoyulması bəli 510 götürə bilərik. 1-3 burada doğru cavabdır. 4 ilə 5 isə aid deyil. Bunlar 4-cü əsrə. 90-da cavab 1 ilə 3-dür. 91. 7-ci əsrlər üçün xarakterik idi. Vostok adlanan torpaq mülkiyyət formasının mövcudluğu aiddir. Hunların hücumuna məruz qalmaq aiddir. 462. Ərəblər deyilən Albaniyanın daxili müstəqilliyinə son qoyub, bu 705-ci il, yəni 8-ci əsrdə, 80 döyüşü isə 9-cu əsrdə. 91-də cavab 1 və 2-dir. 92-ci sual. Azərbaycanın 3-cü 7-ci əsr tarixi üçün səciyyəvi idi. Albaniyada yeni sülalə tərəfindən idarə edilməyə başlanması 92-yə aiddir, çünki Mehranilər sülaləsi var idi. İrsi torpaq mülkiyyət formasının mövcudluğu, bəli, irsi torpaqlar bastikiyət adlanırdı. Elə doğru cavab 1 ilə 2-dir burada. 93. Albaniyanın 5-ci əsrin ikinci yarısı tarixi üçün xarakterik idi. Haylandur bunları, bəli, düzdür, 463 ikinci yarıya düşür. 2-ci Vaçenin Sasani hakimiyyətinin tabeliyindən çıxma uğrunda mübarizə aparması, bu da aiddir. Paytaxtın Qəbələ yox, Bərdəyə köçürülməsi var burada. Mehranilər sülaləsi hələ ki hakimiyyətdə deyildi. 3-cü Mömin Vaçaqanın ölkədə tam hakimiyyətə sahib olması 5-ci əsrin ikinci yarısında, bəli, 487-ci ildən etibarən tam hakimiyyətə sahib olub. Burada cavab 1, 2 və 5-ci cavablardır. 94. Albaniyanın 5-ci əsrin ikinci yarısı tarixi üçün xarakterik idi. 2-ci Vaçenin hakimiyyətdən əl çəkməsi aiddir. 3-cü Mömin Vaçaqanın siyasi müstəqilliyini bərpa etmək uğrunda mübarizəsi düzdür. İlk dəfə asılığa düşməyiblər. Xristianlığı təbliğ edən məktəblərin açılması doğrudur. Doğrudur. Elə burada cavab nə oldu? 2, 3 və 5. 94-də 2, 3, 5-dir. 95. 4-cü əsrin 50-ci illəri. Təbii ki, burada biz nəyi götürə bilərik? Urnayev tərəfindən idarə edilmə götürə bilərik. Bizans yox, burada Roma qoşunları ilə olub. Sonra Sasani dövləti ilə müttəfiq münasibətlərin olması. Bəli, 2 ilə 5-dir. 95-də 2, 5. Amid və Bizirav döyüşləridir, amma daha doğrusu Amid döyüşü də var, amma Amid döyüşü burada verilmir. 96. Azərbaycanın feodal münasibətlərin Qərbi Avropadakılardan fərqli cəhəti, bəli, bizdə daha tez yaranıb, amma daha gec süqut edib. Yəni 1 ilə 3-ü götürə bilərik. Bizdə kəndlilər təhkimli olmuyor. Ümumiyyətlə, təhkimli kəndli anlayışı olmuyor. Ona görə də bax 4-ü də götürə bilərik. Natural təsərrüfatı isə bizdə yəni natural təsərrüfat mövcud olub. Burada cavab 1, 3 və 4. Bizdə təhkimli kəndli anlayışı olmuyor, yoldaşlar.
Keçirik 97-ci suala. Azərbaycanda feodal münasibətlərə xas olan cəhətlər. Natural təsərrüfatın mövcud olması doğru. Kəndlərin əksəriyyətin təhkimli halında olması səhvdir. Feodallar hərbi xidmət müqabilində iri torpaq sahələrinin verilməsi doğru. Kəndlilərin vergi verən təbəqə hesab edilməsi bəli. Ən belə deyək, əsas vergi verən təbəqə kəndlilər idi. Cavab 1, 3 və 4-dür. 98. Albaniyanın 6-cı əsrin ikinci yarısı tarixinə aiddir. 6-cı əsrin ikinci yarısı, yəni 550-ci illərdən sonradan söhbət gedir. Yerli hökmdarlar tərəfindən idarə edilməsi 500 Artıq yerli hökmdarlar 510-dan sonra Albaniyada hakimiyyətdə olmayıb. Ona görə də bir səhvdir. Sasani mərzbanları tərəfindən idarə edilməsi bəli, düzdür. 629-a qədər idarə edilib. Əhalidən can vergisi, bəli, əhalidən can vergisi olan gezit alınırdı. Hakim zümrə İqta torpaqları ərəblərdə olub deyə səhvdir. Mehranlərdə 7-ci əsrdə hakimiyyətə gəlib. Ona görə də sadəcə 2 ilə 3-dür burada doğru cavab. 99. 4-cü əsrin birinci yarısı Albaniya tarixi üçün xarakterik idi. Qərbi Roma imperiyasının qoşunları, ümumiyyətlə Qərbi Roma yaranıb 395-ci ildə, bu da ikinci yarıya düşür, səhvdir. Daxili müstəqilliyinin qoruyub saxlanması, bəli, 99-da içini götürə bilərik. Aşakilər tərəfindən də idarə edilirdi. Bəli, 2 ilə 3-dür. İkinci Vasiyə 5-ci əsrdə hakimiyyətdə olub. Amid döyüşündə də birinci yox, ikinci Şapur olub. Davam edirik. Özdə birinci yarıya da aid deyil zaten. 100-cü sual. 100-ə qədər gəldik. Sasani dövlətinin mövcud olduğu illərə uyğun gəlir. 226-dan ta ki 651-ci ilə qədər mövcud olub Sasanilər. Bu illər aralığına uyğun gəlir. Məsələn, Bizans imperiyasının yaranması 476 uyğun gəlir. Xalqların böyük köçü təbii ki, bu dövrə uyğun gəlir. Axund dövlətinin yaranması, bəli, Axundlar da 4-cü əsrin 70-ci illərində yaranıb, bu dövrə uyğun gəlir. 1, 3 və 5 uyğunca gələn variantlardır. 101. 5-6-cı əsrlərdə Albaniya tarixi üçün xarakterik olanlar. Bunların tərəfindən idarə edilmələr 4-cü əsrdir. Mehranlərin tərəfindən idarə edilməsi 7-ci əsrdir. Xarab gezit təbii ki, götürməliyik. Feodal münasibətlərin yaranmağa başlaması. Yaranmaq başlayıb 3-cü əsrdə. Ona görə götürə bilməliyik. Sadəcə həmin dövrdə feodal münasibətləri belə deyək, daha yüksək formalaşdı. 5. Hakim zümrənin nümayəndələri vassal xidməti müqabilində şərti torpaqlar, bəli, xostaq verilirdi onlara. Burada doğru cavab 3 ilə 5-dir. Növbəti sual. 5-6-cı əsrlərdə Albaniya tarixi üçün xarakterik olan amillər yalnız atəşpərəstlik olmuyor. Feodalların özlərinə məxsus olan irsi torpaqlar mövcud idi, 2 düzdür. Sasani şahı 1-ci Xosrovun uşaq və qadınları bütün vergilərdən azad etməsi, bu doğru cavabdır. Bir dəqiqə isə uşaq və qadınların bütün vergilərdən yox, can vergisindən azad edilmişdir. Növbəti sual, növbəti variant kahinlərin can vergisindən azad olmaları düzdür. Burada cavab 2 ilə 4-dür. 2 ilə 4. Davam edirik. 103. Kadisiya döyüşünü Nəhəvət döyüşündən fərqləndirən cəhət. Baxın, Kadisiyədə də, Nəhəvətdə də ərəblər iştirak edir. Belə əslində hər ikisində də ərəblər qalib gəlib. Sadəcə fərq nədir? 7-ci əsrin 30-cu illərində Kadisiya olub, 40-cı illərində Nəhəvət. Ona görə də bir burada fərqlidir, bir də təbii ki, fərqli olan 4-dür. Niyə? Çünki Kadisiyada Cavanşir də iştirak edib. 1 ilə 4 fərqli cəhətdir. 104. Xronoloji ardıcılığı müəyyən edin. Sasani dövlətinin yaranması 226, məzdəkilərin başlaması 481, İzralda itirilən torpaqlar 387-də də geri qayıdıb. İndi zəhmət olmasa mən illəri qeyd edim, siz özünüzdə uğraşdırın. 104-də təxmini düşür 1, 3, 2. 105-ci sual. Yenə də Mannanın Midiya tərəfindən tutulması eradan əvvəl 590, Atropatenanın yaranması eradan əvvəl 321, Albaniyanın Sasanilər tərəfindən ilk dəfə tabe edilməsi 224. Təbii ki, 1, 2, sonra isə 3-dür burada. Davam edirik 106. Dizirav döyüşü 371, Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması 705, Amid döyüşü 359, Atropatenanın Sasanilər dövlətinin tərkibinə qatılması 227.
Xronoloji ardıcıllıqda yenə sona qədər hamısı xronoloji ardıcıllıq gedir. 107 Azərbaycan fədal münasibətlərinin yaranmağa başlaması 3-cü əsr, İzrail döyüşü 371, Mixanilər 620, Mixanilərin hakimiyyətinin sona çatması 705, Məzdəkilərin yatırılması 529. Növbəti sual, Urnayrın Albaniyanı idarə etməyə başlaması 313, Amil döyüşü 359, Atropatenanın Sasanilər tərəfindən tutulması 327, İndizirav döyüşü isə 371. Xronoloji ardıcıllıq. Magneziya döyüşü eradan əvvəl 190, Qavqamela döyüşü eradan əvvəl 331, Vizirav döyüşü 371, Məzdəkilərin yatırılması 529. Təbii ki, eradan əvvəlləri ilk düzməliyik, 2, 1, sonra 3 və 4. 110-cu sual. Albaniyada Mihranilərin hakimiyyətə gəlməsi 629, Məzdəkilər hərəkatının başlaması 481, Sasanilər dövlətinin yaranması 226, Aquin Kilsə Məclisinin çağırılması 488. 111. Hadisiyə döyüşü 637, Amid döyüşü 359, Savalan döyüşü 722, daha doğrusu 731, Vizirav döyüşü 371. 112-ci sual. Aquin Kilsə Məclisinin çağırılması 488, Urnayrın idarə etməyə başlaması 313, ikinci Vaçenin belə deyək də 457-yə aiddir bu daxili müstəqilliyin dəyişməsi, Sasanilərin süqutu isə təbii ki 651-dir. 113-cü sual. Urnayrın Amid döyüşündə Sasanilərin tərəfindən iştirakı 359, Girdiman dövlət vilayətinin Roma qoşunları tərəfindən işğal edilməsi bu Viziravda 371, birinci Şafurun Albaniya asılı vəzifə salması isə 262. 114. Xristianlığın Albaniyada rəsmi din elan edilməsi 313, Atropatenanın Sasanilər tərəfindən işğal edilməsi aiddir 227-yə, Albaniyanın Uti və Kolt vilayətlərinin Roma qoşunları tərəfindən tutulması 371-dir Vizirav döyüşü. Növbəti sual. Növbəti sual. Aquin Kilsə Məclisinin çağırılması aiddir 488-ə, 488, Amid döyüşü 359, Ksifon döyüşü, daha doğrusu 637, Kadisiya döyüşü isə 636. 116-cı test. Xronoloji ardıcıllıq. Xristianlığın Albaniyada rəsmi din elan edilməsi 313, Vizirav döyüşü 371, Albaniyanın Sasani tərkibinə daxil edilməsi 262, Amid döyüşü isə 359. Xronoloji ardıcıllıq nəhayət ki sonuncu xronologiyadır. Bu biraz yorucu olur xronologiyalar, etiraf edək. Xronoloji ardıcıllığı müəyyən edir. Mihranilər sülaləsinin hakimiyyətinə son qoyulması 705, Aquin Kilsə Məclisinin çağırılması 488, Məzdəkilərin başa çatması 529, Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi isə 226. Keçirik 118-ci suala. Hakimiyyəti dövründə Məzdək hərəkatı yatırılmışdı. Bu təbii ki birinci Qubatdır. 6-cı əsrin ortalarında inzibati islahat keçirib birinci Xosrov. Sasanilərə qarşı azadlıq hərəkatına rəhbərlik edib ikinci Vaçe. Bunları da uyğunlaşdıraq. Gəlin uyğunlaşdıraq. Deməli, 1-ə aiddir D, 2-yə aiddir B, 3-ə aiddir Y. 119-cu sual. İkinci Vaçe və üçüncü Mömin Vaçaqan. Paytaxt yeni şəhərə köçürüldü. Bu ikinci Vaçenin dövrüdür. Aquin Kilsə Məclisi Vaçaqandadır. Xristianlığı ilk dəfə heç birinə aid deyil. Bu Urnayrə aiddir. 5-ci əsrdə hakimiyyətdə olması hər ikisi də Massagetləri öz tərəfinə çəkən isə ikinci Vaçeyə olmuşdu. Ona görə də 1-ə ayla Y, 2-yə aiddir B, 3-ə aiddir D. C heç birinə aid deyil. Urnayrə aiddir. 120. Albaniyanın 4-cü əsrin ikinci yarısı və 5-ci əsrin ikinci yarısı. Arşakilərin nümayəndəsi tərəfindən idarə edilmək hər ikisinin oxşar cəhətidir. Sasanilərlə birləşib Roma imperiyasına qarşı mübarizə aparması təbii ki 359, 371-ci illərə aiddir. Ona görə də biz bunu 4-cü əsrə uyğun gətiririk. Yəni 1-ə aiddir B. 2. İkinci Vaçe azadlıq hərəkatı 457-463-cü illərdə olduğuna görə biz bunu da aid edə bilərik. Deməli, 1-ə aiddir B və C, 2-yə aiddir A və D. Sasani xəzinəsinə, əhali Sasani xəzinəsinə vergi ödəyirdi. Bəli, düzdür. A və D hər ikisinin oxşar cəhətidir. Bir daha təkrarlayıram, gəlin bir də deyim. 1-ə aiddir sadəcə B, 2-yə aiddir sadəcə C,
3-ə aiddir həm A, həm də D. Yaxşımı? Keçirik 121-ci suala. Yenə ikinci Vaçe mömin Vaçaqan. Aşağıdakilərin son nümayəndəsi mömin Vaçaqandır. Müəyyən müddət xristianlığı himayə edib, xristianlığın himayə edilməsi hər ikisinin oxşar cəhətidir. 5-ci əsrdə Albaniyanı idarə etmək də hər ikisinin oxşar cəhətidir. Haylanlı bunları ilə mübarizə aparan ikinci Vaçe olmuşdu. Ağoyen Kilsə Məclisini çağıran isə mömin Vaçaqan idi. İndi uyğunlaşdıraq. 1-ə aiddir sadəcə D, 2-yə aiddir həm A, həm Y, 3-ə aiddir həm B, həm C. Sonuncu sual, Tostak və Dastakir. Sasaniyan dövründə Albaniya əhalisindən alınan vergi idi. Bu hər ikisinin oxşarlığıdır. 3-7-ci əsrlərdə Azərbaycanda mövcud olan torpaq sahibliyi forması. Bəli, oxşar olan budur. A variantı səhv. Çünki Tostak və Dastakir vergi yox, torpaq mülkiyyət forması idi. Xidmət müqabilində hərbiçilərə verilən torpaq təbii ki, Tostakdır. İri piyadalara məxsus olan irsən keçən torpaqlar Dastakirdir. 3-cü əsrin 2-ci 10 illiyində Atropatena əhalisinin Atropatena verilmiş Albaniya əhalisindən alınıb. Deməli, 1-ə aiddir D, 2-yə aiddir C, ortaqlıq isə B-dir. Bu qədər. Bu bizim 3-7-ci əsr Azərbaycan test izahatı birinci hissədən. İzlədiyinizə görə, diqqətinizə görə təşəkkür edirəm. Testlərimizin davamlı olmağını istəyirsinizsə, ümumiyyətlə video izahlarımızın ardıcıl gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, bizə rəy bildirməyi və ümumən dəstək olmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm.